Bugün TikTok'da bəzi həyat hiylələrini yoxlayacağam. Saat 1 olduğu üçün yorğun görünə bilərəm. Çox fikir verməyin. Nəysə videoya keçək. Nəysə uşaqlar, ilk videomuza baxaq. Burada gördüyüm qədərilə ipi asan keçirmək üçün kağızla çevirib eləmək lazımdır. Yapma ya. Ne? Konseptli ləvazimatları tapdım. Burada bir dənə qayçı, ip, iynə və kağız. Kağızı fikir verməyin. Çox böyükdür kağız. Baxın. Birinci ipi götürürük. Kağızın arasına belə. Sonra götürürük, bunu belə kəsirik. Qayçı kağızı kəsdi, ipi kəsmədi. Sen ne anlatıyorsun be abla? Gözünü seveyim be abi. Hə. Alanda bu daha gördüyünüz kimi uzunda ip var bunun. İndi bunu bura keçirsək keçmir. Buzağını daha incə elədim bu kağızın. Daha yaxşı keçsin deyə. Alınmır. Bu böyük ehtimal biraz böyük yoğun iynələr üçün keçərlidir. Ancaq onunla da yoğun olduğu üçün əlinə keçirə bilərsən. Yəni bu mənfi. Nəysə, indi keçək növbəti videomuza. Baxaq görək nə olacaq indi. Baxaq. Deyir ki, əgər saqqız yapışıbsa paltarıva, biçqaq buzlu çıxacaq öz-özünə. İndi bunu yoxlayaq. Gətirdim uşaqlar. Bir dənə saqqız, bir dənə buz. Bu nətər buzdur bilin. Gojon hərəkət eləyib. Bir dənə də köhnə paltar. Təzəsini gətirməyə anamdan qorxuram. Acıra köhnəsini gətirmişəm. Nəysə. Saqqızımızı götürürük. Falımıza da baxaq, görək nə yazır. Hayda, heç zat yazmır. Niyə yazmazsan? Mən bunu sileyim. Bura boş qalmasın deyə musiqi oxuyacağam indi sizə. Ben o şelale saçlara, ay o güzel kaşlara, o güzel dudaklara. Neyse səsim pisdir, özümü biabr eləmək istəmirəm. Bir daha yoxlayaq görək yapışır. Buraya yapışdıracağam. Ya da hədər eləməyəcəm. Yapışsam bile onu yeməyəcəm. İğrənəcəm. Güzel əlimə dəydi ya. İndi yoxlayaq görək yapışır. Aha, yapışır. Yapışdırım mən bunu tam. Gördüyünüz kimi xeyirli, uğurlu olsun. İnşallah çıxar. Yəni bu köhnə də olsa mən bunu geyinirəm. Gördüyünüz kimi sırtıq kimi yapışıb çıxmır. Ya Allah, vururam bunu. İnşallah çıxar. Əslində məntiqən saqqız donur və bərkiləşir deyə çıxa bilər, çıxma ehtimalı var. Bax məsələn artıqları qopartdıq. Qaldı bax bunlar. Bunları indi görək çıxarda biləcəyik. Bunlar qaldı. 5-6 dəqiqə sonra yoxlayaq bir də. Hissə də olsa çıxır uşaqlar, gördüyünüz kimi. Çıxdı. Özüm çıxdı. Bunu saçımıza da eləsək, görək. Yoxlayayım saçıma da. Sakın! Bak, sakın! Neysə uşaqlar, böyük bir çoxunluğu çıxdı. Yəni mən bunu müsbət sayaram. Müsbət verdik bu. Keçək növbətinə. Burada deyir ki, stəkandan stəkana tökəndə o altından süzülüb gedib o tərəfdə tökülür. Ondan sonra qaşıq qoyanda süzülür məntiqən. Orada tökülür. Beyin. Bu həqiqi olsa, böyük ehtimal əvvəl getdiyim evlərdə boş-boşuna yerə tökülmüşəm. Boş qaşıq qoy. Hala bir də qaşıq verərdin, nə əlaqə yəni. Ləvazimatları gətirəndən sonra. Mən bayaqdan öz-özümə danışıram. Burada bunu eləyədim. Amma düyməyə basmaq yadımdan çıxıb deyəm, bütün hər şeyə hədər getdi. Neysə təzədən yoxlayaq. Baxın uşaqlar, bir dənə stəkan, bir dənə qaşıq, bir dənə yekə stəkan.
Bunu belə eləyirsən, tutursan. Baxın, 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 baxın. Hoppa, gördünüz, nə tez oldu. Yəni bunu adi tökmək istəsən böyük ehtimal ətrafa sıçrayacaq, eləyəcək. Belə ən sərfəli yoldur. Qəşəng, buna müsbət verirəm. Hətta buna müsbət 2 verirəm. Nəysə uşaqlar, bu günlük məndən bu qədər. Sağ olun. Gedirəm yatmağa.